ömrümü itirdim ki, polkovnikliyə qınadından onu heç vaxt sağ bırakmazlar, tutsalar da sağ vermezler. Şükür ki, onların eline düşmedi, həmin vaxtda şəhid oldu. Atam çox mülayim insan idi. Evdə zarafat olurdu. Daha çox bizə məsləhətlər verəndə təhsillə bağlı məsləhətlər verir ki, oxumağın vacibliyi, həmişə bizi vətənpərvər ruhda böyüdü. Mən də ona görə həmişə atamın yolunu davam etdirməyə hazıram ki, atam kimi vətənpərvər olum, atam kimi dövlətə xidmət edeyim. Atamın batinkalarını geyinib, hərbi xidmətə yollanıb üçün hərbi geyinməli, paradın forması, hamısı yuxuda qalıb. Axırıncı dəfə evə 26 sentyabrda gəldi. Elçilərin təzyiq gəldi bizimlə görüşməyə. Görüşməyə belə, yəni körbəraz görüşə bilmədi özü. Çıxdı getdi, gözdə oldu, çıxdı.